Değerli mühasiblər, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi nəhayət ki, mühasibləri bir araya toplayaraq beynəlxalq bir simpozium keçirir. Simpozium 12 noyabr 2025-ci il tarixdə Sumqayıt Dövlət Universitetində, 13 noyabr tarixində isə Xəzər Universitetində keçiriləcəkdir. Bu 2 günlük tədbir mühasibləri maraqlandıran ən aktual mövzularla zəngin bir şəkildə təşkil olunmuşdur. Tədbirin keçirilməsinin əsas məqsədlərindən biri türk dilli dövlətlərin maliyyə, mühasibatlıq və audit sahəsində, həmçinin vergi sahəsində olan təcrübələrini araşdıraraq müqayisəli təhlillər aparmaq və onların ölkəmizdə tətbiqi istiqamətlərini müzakirə etməkdir. Tədbirin əsas təşkilatçıları Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Bursa Uludağ Universiteti, həmçinin Azərbaycan Respublikası Auditorlar Palatası, KOBİA və Müsət təşkilatları birlikdə Türkiyədə bu sahədə ən mühüm qurumlardan biri olan KGK, Kamu Gözətim Qurumu da iştirak edəcəkdir. Bu dəfəki tədbirimizdə 20-yə yaxın xarici ekspertin və 10-a yaxın yerli ekspertlərin biri-birindən maraqlı mövzularla çıxış etməsi gözlənilir. Hər iki gündə ən azı 4 bölmədən ibarət olan bir tədbir olacaqdır. Tədbirin əsas mövzuları mühasibət sahəsində təhsili, bu sahədə həm müasir yenilikləri, bu sahədə beynəlxalq standartlar, həm türk dünyası dövlətlərində, həmçinin bizdə olan yeniliklər və bunların praktikada tətbiqi müqayisəli bir şəkildə təhlillər aparılmaqla izləyicilərə təqdim ediləcəkdir. Tədbirdə siz mühasibət sahəsində beynəlxalq təcrübələri öyrənməklə yanaşı, eyni zamanda ən müasir sahələrdən biri olan kriptovalutaların uçotu və hesabatda əks etdirilməsi haqqında məlumatlar da əldə edə biləcəksiniz. Həmçinin bildiyimiz kimi müasir dövr rəqəmsallaşma dövrüdür. Süni intellektin tətbiqinin geniş vüsət aldığı bir dövrdür. Tədbirin hər iki günündə rəqəmsallaşma ilə bağlı bölmələrimiz vardır. Belə ki, mühasibatlıq, audit, vergi sahəsində ERP sistemlərinin tətbiq edilməsi, yeni proqramların hazırlanması və bununla bağlı perspektivlər mövzusunda çox maraqlı çıxışlar olacaqdır. Tədbirdə eyni zamanda auditlə maraqlanan şəxslər üçün də çox maraqlı mövzular vardır. Belə ki, auditorların yetişmə prosesi, audit prosesi zamanı auditorların rast gəldiyi ən mühüm vacib nüanslar, həmçinin audit prosesi zamanı baş verən dələduzluqlar və digər maraqlı mövzularda çıxışlar olacaqdır. Vergi qanunvericiliyi və onunla bağlı 2026-cı ildə gözlənilən dəyişikliklər də mövzumuzdan kənarda deyildir. Odur ki, bu cür maraqlı, aktual mövzuları qaçırmaq istəmirsinizsə, ən qısa zamanda bizlərə müraciət edin və iştirak üçün bilet əldə edin.